qapısından marşrut keçən ev axtarırsınız, həm də 4 otaq. Əfsət bəy, qiymət nə qədər oldu burada? 90 min. 90 minə. Ailə büdcəmizə uyğun. 4 otaq, həyətə geniş. Model, müasir təmir, baxili, yuxarı işləmələri ideal səviyyədə, hamısı qaydasında. Baxın, letqi ilə işləmələr, hamısı ideal bir səviyyədə. Hörmətli izləyicilərim, koridor əla. Burada elə mən sizə üstünlüklərini danışacağam. Burada bir dənə mətbəxi. Müəyyən otaqların boyları qalıb, qardaş deyir, tam qurulmamış, vurmaq istəmirəm. Yəni, işin keyfiyyətlə görəndə, quruyan otaqlar deyir, vurdurmuşam boyları. O birlər də deyir, vurduracam boyları. Məsələn, bax, otaq qalıb, qardaş bir aboyunu vurduracam. Şübhəlıq, məsələn, necə vurdurmuşam deyir. İndi buranın aboyunu vurduracam. Xoşum gəlmir, mən deyir, təqib iş xoşlayıram. Usta vurmuş dedim ki, ay usta, sökəyə aboy. Mən nəmli otaqda istəmirəm aboy olsun. Nə zəhmət olmasa buradan görsə, burada paltaryanın yeri nəzərdə tutulub. 6 metrlar. Burada sanuzi, bu bəyəndi. Bu xırda bir nüans da olsa, adam var istəyir, paltaryanı mətbəxdə olmasın, burada olsun, ideal seçimlərdən biridir. Burada gözəl işıqlı yataq otağı. Buranın da aboyu qardaş deyir, divar tam qurulmamış, vurdurmayacağım, yəni 90 min manata sarayın ən perspektivli, gözəl yerində sizə ev təqdim edirəm. Bir dənə də yataqlarına, bu otaqda quruyub, tam vurdurmuşam buranı. Qəşəng, hörmətli izləyicilərimiz. İndi keçək həyətindən tanış olaq. Bir yerdə cəmləşdik, həmin bu evliyi. Hörmətli izləyicilərimiz, mərkəzi kanalizasiya burada var. Marşrut qapısından keçir. Sarayın ən gözəl, sakit küçələrindən birində yerləşir. Evimiz, baxa bilərsiniz, yağış da yağır, yağış da imtahanla gözəl keçdi. Bax, həmin gün yağış yağından sonra gəldim çəkilişə ki, baxasınız. Necədir keyfiyyətli, yoxsa yox. Burada ara məsafəsi var. Qəşəng. Burada padvalıdır, yəni boy verir. Baxın, qəşəng istəşkanı da verirlər, tezə istəşka da veriblər. Baxın, toluna qədər var, hörmətli izləyicilərimiz. Toluna qədər var, padval boy verir, tezə istəşka da olmur. Yağışdan sonra da gəlin, baxın, alın. Bax, burada da görürsünüz, belə əqqabı çıxarmaq üçün yer nəzərdə tutulub. Qiymət münasib, əldən qaçırmaq olmaz. Zəng eləyim bu fürsəti, qaçırmayın.